ifa edilir. Əziz bacım, sənin uğurlarına mən sevinirəm. Sən yazıb yaratmalısan. Bu bir Allahın vergisidir. Hər kəsə məxsus olmayan bir Allah vergisidir. Sənə yaradıcında uğurlar. İndi icazəmlə bir şeirimizi oxuduğumuz doğma məktəbin şagirdlərinə, müəllim heyətinə və burada əyləşən xanımlara və cənablara armağan edim. Bir daha oxuyub mənə. Kaş bir bulaq olam, qayadan sızam, bəlkə ad qazanam, hələ adsızam, bəlkə bu süfrədə bir qaşıq buzam. Siz Allah, bir daha oxuyun. Sussunuz dözmək olar, havan çatmayı, hani dərd bilənim, dəvəm çatmayı, bir nəğmə olmağa, nərvam çatmayı. Siz Allah, bir daha oxuyun mənə. Verib öz ömrümə ixtiyar canım, hələ yaşamağa biraz var canım, bir murad üstündə intizar canım. Siz Allah, bir daha oxuyun mənə. Oxuyun, könlümün gülü açılsın. Oxuyun, könlümə şölə saçılsın. Arzumun boyuna xələt biçilsin. Siz Allah, bir daha oxuyun mənə. Əziz dinləyicilər, gəlin elə Müslüdə xanıma dua oxuyaq, onun yolları açıq olsun, uğurlar onunla olsun. Bəli, əziz tədbir iştirakçıları, bildiyimiz kimi bütün bəşəriyyət müəllimlərdən dərs alır, onlara baş əyirlər, səcdə edirlər. Amma mən deyərdim ki, bütün peşələrin əvvəlində müəllim sözü birinci yazılmalıdır. Başda 18 sayılı məktəbin direktoru Zəvaxaşvili Natalya xanım olmaqla tədbirin iştirakçıları Mədinə müəlliməyə, Məlahət müəlliməyə və məktəbin pedaqoji kollektivinə özlərinin təşəkkürümü bildirərəm. Sağ olun, sağlıqla qalın, Allah Böyük Səməd Vurğun yazıb ki, ey azad qadın, gözlərin aydın, mən nə yazardım, sən olmasaydın. Mənsə deyirəm, Gülamayır xanım olmasaydı, bəlkə mənim dizimin gücü bərkməzdi, mənim dizimin taqəti, gözümün nuru. O siz dağlardakı bir bulaq idiniz ki, iki dağ arasında, qayalar arasında qalmışdınız. Sadəcə onu mən beləcə... Həm könül sirdaşım, həm şair bacım. Mən səni bilmişəm, başımda tacım. Mənim bircə sözə çatır əlacım. Nə yaxşı qəlbimə yazılır. Nə yaxşı qəlbimə yazılır. Alqışlarınızla söz Bəhram müəllimə verilir. Allah səhərdən o qədər gözəl sözlər dedilər. Mən sadəcə olaraq bizim məktəbin həyətində baş verən bir neçə epizodu Güllü ilə bağlı o epizodları sizə danışmaq istəyirəm. Sadəcə olaraq mən Güllüyə dərs deməmişim. Məktəbdə dərs deməmişim. Ancaq Güllü ilə hər gün bir olmuş. Bu nədən irəli gəlir? Sadəcə olaraq işimizlə bağlı. O zaman mən tərbiyəvi işlər üzrə dərs hissə müdür işləyim. Yəni, direktor müavini. Bütün məktəbdə baş verən hadisələr, yəni tədbirləri, işləri, tərbiyə ilə bağlı olan işləri hamısını mən Güllü ilə görürüm. Bunu da adətən belədir. Tutaq ki, Novruz bayramıdır. Bir ay, 2 ay əvvəl bunu hazırlaşır. Mənim heç bir problemim yox idi məktəbdə. Sadəcə olaraq bizə deyildim, Güllü, filan vaxtı bizim belə bir tədbirimiz keçirilir. Tutardı. Orada ssenarini də, iştirakçıları da, onların hazırlanmasını da Güllü hazırlayır. Sadəcə olaraq bir gün qalmış, biz gəlirdik, yığılırdıq, məşq edirdik, yoxulurduq, general repetisiya olurdu, onunla da tutardı işimiz. Belə bir epizod, bu bizim ikimizin işlə əlaqəli olması
tarix müəllimimiz, Allah rəhmət eyləsin, Bəşir müəllim. 9 may ilə əlaqədar olaraq tədbir hazır. Daha doğrusu mənə çağırdı, dedi ki, bəs nə ayısınız? Dedim, hazırlaşırıq. Dedi, kimlərdir? Dedim, narahat olma, hər şey yaxşı olacaq. Dedim, nə olar? Dedim, ay kişi, narahat olma. Güllü hazırlayacaq. Ay kişi, sən nə danışırsan? Güllüyə etibar edirsən, bir balaca qıza. Bu boyda tədbir, bizim qonaqlar gəlməlidir. O vaxtda İtaliyanın milli qəhrəmanı Tahir İsayev idi. Onun çoxu idi o vaxt bizim müharibə iştirakçılarımız. Çağırır, dəvət edir. İnandırıram sizi, o qədər yüksək səviyyədə keçdi ki, tədbir. Sonra dedim, Bəşir müəllim, nə tərdir? Haydi, sana qadasını alın, deyir, o qızınca qazın. Elə ondan tutu ilə bırakma. Deyirəm, elə onsuz da tutmuşam, bırakmıram. Hər əlik bizdə bir yerdərik. Bu epizod. Sonra Emin müəllim, yadınızda varsa, bütün Gürcistanda yazıb yaradan şairlərlə görüş keçirmiş. Osman müəllim də oradaydı. Sonra burada həmin o görüşü ancaq və ancaq bu qıza etibar edirdi. O özü də təşkil olunmağı da, ümumiyyətlə onun meydana gəlməyi də bu qızın ideyasıdır. O hazırlanmışdır. Yəni, bizim məktəb, ümumiyyətlə məktəblərin tarixində, eyni zamanda da bizim məktəbin tarixində uşaqlar var, aktiv uşaqlar, ictimaiyyətçi uşaqlar, hazırla belə işlərə həvəs göstərən uşaqlar var. Onlardan fərqli olaraq Güllü elə bil ki, bu işdən ötürü yaranır, bu işdən ötürü doğulur, bu işdən ötürü çalışır. Daha o artıq məktəbdə müəllimlər də məndən narazılıq edir. Yəni, bunu halə göndərirsən, dərs okumur, belirlər. Yəni, dərsdən də ararlayır. Ancaq sağ olsun dərslərindən oxuyurdu. Sonra bizim balaca qızımız. Emin müəllim, onu Əlxan düşkün verdim ha. Radyodan çıxanda saxladı mənə dedi, qızım gələcəyin üçün lazım olar. Bu tarih bilirsiniz mi? Yox, oxuyla sən oxusan daha yaxşı olar. Ha? Yox, bir-iki şey, burada başdan sorulanır. Tədbirin gedişatı qeyd olunub, sonra yazılır. Sonra söz yazıçılara verilir. Məmməd Hüseyin Bəxtiyarlı, Əzim İsmailli, Emin Mahmudov, Emir Elsəvər, Əlxan Düşkün, Gülnigar Rəhimli, Əlxan Binnətoğlu, Osman Əhmədoğlu, Nizami Saraçılı, Mədət Coşkun öz yaradıcılıqlarından nümunələr söylədilər. Şagirdlərdən Yetər Tomarova, Naibə Binnətova, Nurzadə Ömərova, buradadır Nurzadə xanım, Yetər xanım, Arzu Kərimova, Elmira Rəhimova, görüş iştirakçılarının şeirlərini əzbər seyrələdilər. İşə bax Emin müəllim, özdə görüb bir utanmadan deyim də belə də yazmışam. Bu sətirlərin müəllifi isə özünün Vətən adlı şeirini söylədi. İlahi, bu nəymiş? O vaxt bu cəsarəti hardan tapmışam? Bunu da radyoda söyləmişəm. Radyoda. Sonralar bunu oxuyanda elə utandım. Dedim, ay Allah, bunu mən nətər demişəm. Məqələyə mən yazmışam axı. Kimliyindən asılı olmadı. Bizim məktəbi qutarıb, doğrudan da məktəbimizə baş ucalığı gətirən, məktəbimizin harada olsa da gözəl adını çəkən uşaqlardan biri və ilki bugün, bax belə izdihamlı, möhtəşəm bir yerdə qeyd edədiniz, mən sənə sağ ol deyirəm, ən azı sağ ol deyirəm. Ondan sonra daha Allah. Müəllim, qayğınla böyür insan, sən əqlə, kamala qanat verirsən, ana yurdumuzun gür bulağından körpə balalara su içirirsən, ulduzum saralıb ayım sönərdi, yar yoldaş diləndə mən dinməsəydim, şeirim qəm odumda külə dönərdi, mən siz tək müəllimlərlə fəxr etməsəydim.
Səbinə Qaybaliyeva dünyanın Ayrıla bilmir, qəv basan bir çiçək dəryasındayam. Güllü bir halıdır gül naxışları, ələnir üstünə nur yağışları. Oradan çox uzaqdır yaz baxışları, mən də o güllərin sırasındayam. şehir təsvir eləməsidir. Bir gün gül ömründən baxsız olarsam, bahar gələn köçər, işte dönər olarsa, usal həsrətilə bülbül elərsə, sen axan gözünün qarasındayam. Dövrün dərd qəmindən qaça bildimsə, güllü gülüstana uça bildimsə, könlümü bir gülə aça bildimsə, görün bu dünyanın arasındayım. Söz verilir Güllü xanımın rəfiqəsi, 59 saylı məktəbin metodist müəlliməsi, saz söz vurğunu olan Qətibə müəlliməyə. Hoş gördük, hörmətli, möhtərəm qonaqlar, müəllimlər və şagirdlər. Bugün mən əziz bacımın kitab təqdimatına, onun işığına anlıqca toplaşmışıq. Mənim sevincimin həddi hüdudu yoxdur və bəzən də mən bunlar kövrəli bağlayırdım. Ona görə ki, mənim bacım illərlə yazdığı o şeirlərinə güvənmirdi. Günlər, aylar keçdi, Gülamayıl xanım, ədəbi məclislər, Osman müəllim, bunların təkidi ilə Güllü xanım o saralmış səhifələri toplayıb məhz bugünkü gün üçün kitab çap etdirdi. Mən bacımı təbrik edirəm. Mən onunla ilk dəfə tanışlığımda onu sadə, səmimi bir evdən qadın kimi tanıdım. Lakin onun yaradıcılığına varanda gördüm ki, ilahi, onun misralarında nə qədər özü qədər şirinlik var, nə qədər dərin məna var, yurt sevgisi, vətən sevgisi, ana məhəbbəti. Hətta o bizim vətən uğrunda döyüşən şəhidlərimizi də heç vaxt unutmadı. Mən bugün o şəhid anasına demək istəyirəm ki, anacan, o fariz bizim də övladımızdır. Başını dik tut, sən fəxr et ki, sənin oğlun vətən yolunda şəhid olur. Biz onunla fəxr edirik. Xalqımız onun xatirəsini daim xatırlayacağına toxunmaq istəyirəm. Mən Zərifxan Yaqubla görüş keçirmək üçün onun evinə Güllü xanımla və bizim Gülamayıl xanımla getdim. Orada Güllü xanım Zərifxan Yaquba həsr etdiyi belə şey dedi ki, Qətibə xanım, əgər siz ona söz verməsəniz, bu günah ola bilər, qəbahət ola bilər. Doğrudan da Güllü xanım hamımıza dayaq oldu. O tədbirdə mən o qədər həyəcanlı idim, o mənə dayaq oldu. Və bugün də o tədbir necə yüksək səviyyədə toy bayram mərasimli bir tədbirə çevrildi. Bugün bax bütün qonaqlara, bütün müəllimlərə o səmərəli vaxtlarını sərf edib, mənim bacımla sevincini şərikini böldüklərinə görə onlara dərin minnətdarlığımı bildirirəm. Və əgər icazə versəydiniz, Güllü xanımın bir şeir ilə çıxışımı sona çıxdırardım. Əgər sən istəsən, qəfəsdə olsan, hilsimli qəfəsi açar, gələrəm. Xəstə məqamında ahəstə olsan, quşdan qanad alır, uçaraq gələrəm. Gələrəm bir məcnun libasında mən, gələrəm bir leyli havasında mən, uçaram bir eşqin avazında mən, olsam da nə qədər naçar gələrəm. Sağ olun. Bilmirəm bu gülün hansını dərim. Gəzirəm, doymuram bu gül bağını. Dərsəm də ay Allah kimə göndərir bu qızıl lalənin al yanağını. Mən bahar sevdalı yaz aşıqıyam, sözün vurğuluyam, saz aşıqıyam. Mən işvə, mən qəmzə, naz aşıqıyam. Hər yerdə gəzirəm naz sorağını. Bu bahar işimdə bir duyğu çağlar, olub cənnət məkan, bağçalar, bağlar. Bilirsiniz Güllü nəyi soraqlar? Çiçəkdən sevdalı, ay Qətibə mənim,
Kür qurarını. Təşəkkür edirəm. Sizlərin hafizəsini bir neçə il önlərə aparmaq istəyirəm. Düz 29 il öncə bu məktəbdə qarlı bir qış günündə çox və həyəcanlı, heç zaman unudulmayacaq bir gün yaşanırdı. Şagirdlər sevinç içində, müəllimlər qayğılı, hamının intizar dolu düşüncələri və hər kəsin qəlbində bir sual. Görəsən baş tutacaqmı? Görəsən gələcəklərmi? Yaxşı alınacaqmı? Vaxt keçir, gələnlərdən isə bir xəbər yox. Dərs hissə müdiri Hamlet müəllimi, biraz hirsli direktor müəvini, Bəhram müəllimin təmkinliyi, biraz başqa ovqat yaradır. Bu görüşün təşkilatçısı 10-cu sinif şagirdi Güllü də tamam başqa bir həyəcanda, amma inanlı, birazca da inadkar və o da belə düşünür. Gələcəklər, mütləq gələcəklər. Bu məktəbli qız öz yanından bu məktəbdə Gürcüstanda yaşayıb yaradan şairlərlə görüş təşkil eləmişdi və məktəb əməlli başlı hazırlıq görmüşdü. Amma vaxt keçir, qonaqlar gecikirdi, həyəcan isə artırdı. Merhaba İskəndərova adsız şeir. Kimi dağı, kimi düzü dolanar, hərə özü bir səyyarə kimidir, gecəsini, gündüzünü dolanar. Bu yer, bu göy, ən ulu bir xəritə, hər addımda tapılası nədən var? Biraz ağıl, biraz duyğu səriştə, hər istəyin öz səmtinə gedən var. Doğruluğu dost qapısı bilənlər, haqqa doğru könül verər bir ömür, bu dünyaya inam kimi gələnlər, istəyi ilə bəhrə dərər bir ömür, yön çevirib əzəlindən dönənlər, inamıyla murası ilə qanat açar bir ömür, bu dünyaya inam kimi gələnlər. Məktəbin yolunda düzülən maşınları görəndə hər kəsin üzündə bir təbəssüm yarandı. Güllünün isə göz yaşları sevincindən kəsilmək bilmirdi. Dan ulduzu ədəbi birliyinin üzvləri olan şairlərin gəlişi başqa ab-hava əstirirdi bu məktəbdə. Həmin şairlərdən Məmməd Hüseyin Bəxtiyarlı, Əzim İsmaillı, Emin Mahmudov, Əlixan Binnətoğlu, Əlixan Düşkün, Gülnicar Rəhimli, Osman Əhmədoğlu, Mədəd Coşqun, Nizaməddin Saraflı, Ələddin Həsənov bu görüşə gözəl bir rəng qatdılar. Bugün isə yeni bir yaz günündə məktəbimizin məzunu, yetirməsi olan Güllü xanım beləcə qal nə olar könlüm şeirlər kitabı ilə bizlərə qonaq gəlib. Nigar Qurbanlı istərəm. Bugün yaman kövrəlmişəm ay ellər, baş keçidin növrağını istərəm. Gözlərim yol çəkir, heyrə dönsün, bir müjdənin sorağını istərəm. Könül dilər bir kəhərə atlanam, ara sıra qınaqlara qatlanam. Sevinç görəm, şadlıq görəm, şadlanam, armudluğun yaylağını istərəm. Samavarın asta-asta dəmlənə, dost sevinə, düşmən baxıb qəmlənə, elin, günün toparlana, cəmlənə, ərənlərin sorağını istərəm. Bu qədər sözdən, söhbətdən sonra mən ikinci dəfə təkrar eləmək istəmirəm. Gülxu xanımdan tanış olduq, Hamletli yaxınlarda Hamletli xanımı gəlmişdir. Birinci görüşümüz orada oldu, ikinci dəfə. Biz Saran Xeyriyə Cəmiyyətində olduq, Tamada restoranda bu üçüncü görüşümüz Gülxu xanım. Hava buluşu olmaqla sənin uzuna baxanda eləyəm yaz kimi gəlir. Duman altından elə bir ki, gün çıxırdı. Ona görə də sana həf eləmişdim, oldu. Yaz gəlib yenə də könül istəyir. Dəri ceyran kimi qaçan dağlara, qar əlimiz daşlar, nə rəngə çalır, kınalı kəmizlə uçan dağlara. Yuxudan oyanan sakin teli ilə, gəliklərdən aşaran dağın seli ilə,
gül ətrini saçan dağlara, şöhrətə, hər dərdim xəyalımızda, şəhərli çəmənlərdə bülbüllər ötər, gözünün nurunu hər səhər evdə, günəş ziyafətdə saçan dağlara, bəli ceylan kimi qaçan dağlara. Sağ olun, Gülxan. Sizin yanaqlarınız elə üzünü bu qatından çıxan günəş günlərə uçağını sındırır. Çox sağ olun. Sağ olun. Güllü xanım bu məktəbdə oxuduğu illərdən yavaş-yavaş özünün cızma qaralarını yazmağa başlamışdı. Heç zaman üzə çıxarmağa cəsarət etmədiyindən şeirlərini gizlin saxlayardı. Ancaq məqalələri Tiflis radiosunda səslənərdi. Sovet Gürcüstanı, Sosialist Rustavisi, Samboy qəzetlərində çap olunardı. Söz verilir Fələddin müəllimə. Hörmətli xanımlar, bəylər, hörmətli müəllimlər, hörmətli şagirdlər, hörmətli qonaqlar. Büyük Rustav şəhərində doğrudan da əlamətlər bir tarixi hadisədir ki, bunun tarixini ondan ibarətdir ki, neçə illərdən qabaq bu məktəbin məzunu Güllü xanım bu günləri öz məktəbinə əli boş gəlməyib, özünün qələm sahibi olaraq bir kitabla gəlmişdir. Mən həqiqətən demək istəyirəm ki, Güllü xanım bir-iki Rustav şəhərində Rustav Azərbaycanların Mədəniyyət Mərkəzi yarananda ilk yaratıcılardan biri olub və Rustav Azərbaycanların Mədəniyyət Mərkəzinin idarə heyətinin bölümü kimi 10 il bizdən beraber çalışmış. Hələ o zamanlar Güllü xanım bizim iclaslarda, məclislərdə və şəhərdə, respublikada keçirən tədbirlərdə özünün şirin ləhcəsində, özünün şirinliğiyle ve alovlu çıkışlarıyla gösterirdi ki doğrudan da Güllü Hanım'da büyük istidad, büyük kabiliyet, büyük bir şairlik var. Ona göre de her bir şairin, her bir yazıcının, her bir şairin borcu ondan ibarettir ki özün okucularına, yüreklerine bir yol tapsın.